Zülfiyə xan, bu qədər sükut yetər də. Ay. Dəvət eləyək komandanın digər üzvlərini. Elfaiq Mirzəyev, İlqar Bəkirov və Anastasiya Knyazova gəlir dostlar. Həmçinin Cavid. Zülfiyə xan Babayevaya söz verməmişdən öncə gəlin komanda üzvlərinin çıxışlarını xatırlayaq. When I'm not with you, I lose my mind. Give me a sign. Hit me, baby, one more time. And we can have forever. And we can love forever. Şimdi başka bahar, gönül gün ışığı gördü. Şimdi aşklar kadar, kalp kendine döndü. Baby, 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 ooh, like baby, 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 ooh, like baby, 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 ooh. Zülfiyə xanım, 4 çıxış ərzində həmkarlarınız danışdı, siz qulaq assız. İndi isə söz sizindir, buyurun. Başlayaq Əli Faiqdən. Əli Faiq mənə elə gəldi ki, bax həyatda mən Əli Faiq kimiyəm. Yəni tanıyanlar məni bilir, o çılğınlığımı. Səhnədə, sənətdə biraz özümü yığıb yığışdırıram. Amma tam xasiyyətim Əli Faiqin bugünkü səhnədə olduğu andır. Və o ciddi Əli Faiq bugün gəldi, burada rəqs elədi. Gözlənilməz oldu və hamını təəccübləndirməyi bacardı. Nə xoş bizə. İlqar. İlqar hər zaman məşqlərdə sönük. Fikirləşirəm ki, otururam, düşünürəm. Ay Allah, biz niyə görə İlqara bu mahnını verdik? Bir sözlə, mən pulsuz olanda necə oluram, İlqar elə gəlir O da sənin o vaxtıva düşür. Düşünürəm ki, biz niyə İlqar görə mənim pulsuz vaxtımdır. İlqara bu mahnını verdik. Onun öhdəsindən gələ biləcək, gələ bilməyəcək. İlqar dünən bizim proqram məşqimiz idi. Məni gəldi, göz yaşlarımı saxlaya bilmirdim məşqdə. Məni ağlatdı, məşq eləyəndə. Və bugün səhnədə təəccübləndirib son sözünün nöqtəsini qoydum. Nastya bizim göz muncuğumuzdur. Nastya təklif eləyəndə ki, Nastyada belə bir xasiyyət var. Nastya bir mahnını təklif eləyəndə Nastya demir ki, yox, mən onu bacarmaram, eləmərəm, deyir, yaxşı. Bəli, tərəddüdləri var idi. Anastasiya niyə görə türk mahnısı verdi? Əslində Azərbaycan dilində istirdim. Hələ ki mən düşündüm ki tezdir. O ələr, o üləri, elə hərflər var ki onları biraz çətin olacaq onun üçün öyrənmək. Amma türk dilində o onda alınacaq. Və alındı da Nastya. Sübhana. Sübhan Murad bayaq düz bir şey qeyd elədi ki, ağır yükün altına girməyi xoşlayır və bacarır da. Sübhan çox çətin mahnı bir ifa elədi və əlindən gələni, gəlməyəni, hər şeyini qoydu ortalığa. Hər dördünüzə minnətdarım. Danışıram və özlüyümdə də fikirləşirəm, mən neyniyim? Həm də vaxt qazandırmağa sanki çalışırsınız. Mən neyniyim? Dostlar, bu layihənin ən həyəcanlı məqamıdır, çünki ustad seçimini açıqlayacaq. Zülfiyə xanım, seçim vaxtıdır. İlk iştirakçı
İlqar. İlqar! Çox düz, çox düz. Bugün ən güclümüz o idi. İndi isə sizinlə 4-1 final mərhələsinə keçən ikinci ismi gözləyirik. Anastasiya. Nastya! Cavidlə birlikdə 4-1'e yol alırsınız. Daha keçib Azəri də öpdə, yanasan səni. Yox, səni mən özüm öpərəm. Üçüncü və sonuncu iştirakçı, onlardan yalnız biri 4-1'də ən azı yenidən bir dəfə bu səhnədə ifa edəcəklər. O kimdir Zülfiyə xanım? Mənə ehtiyacı olan mənlə qalır. O da Əli Faiqdir. Əli Faiq! Sübhan, əzizim, sənin mənə artıq ehtiyacın yoxdur. Səni böyük səhnələr gözləyir. Yolun açıq olsun. Estağfurullah. Var olun. Teşekkür ederim. Sübhan, təəssüf ki sizinlə burada vidalaşmalı oluruq. Amma bura qədər gəlməyin özü də çox böyük nailiyyət idi. Söz sizdə. Buyurun. Öncelikle bu layihənin ərsəyə gəlməsində əməyə keçən hər kəsə təşəkkür edirəm. Zülfiyə xanım, sizə təşəkkür edirəm, minnətdaram. Murad bəyə təşəkkür edirəm. Məni bu layihəyə qazandırdığı üçün təşəkkürlər sizə. Röya xanım, Eldar bəy, hamınıza minnətdaram. Bu son deyil, yəqin ki davam olacaq. Minnətdaram hər şey üçün. Gürültülü alqışlarla yola salırıq və bol uğurlar arzusundayıq. Sübhan, çox sağ olun.